Azərbaycan kinosunun ən parlaq və yadda qalan əsərlərindən biri, SSRİ dövründə çəkilərək Sovet kinosunun qızıl fonduna daxil edilən məşhur 7 oğul istərəm filmidir. 1970-ci ildə ekranlaşdırılan bu film, böyük Azərbaycan şairi Səməd Vurğun tərəfindən yazılmış Komsomol poemasının motivləri əsasında çəkilmişdir. Filmin senarisini isə tanınmış yazıcı və dramaturq Yusif Səmədoğlu qələmə almışdır. Filmdə Azərbaycan kinosunun ən məşhur aktyorları bir araya gəlmişdi. Baş rollarda Həsən Məmmədov, Ənvər Həsənov, Elçin Məmmədov, Əbdül Mahmudov, Şahmar Ələkbərov, Rafiq Əzimov, Ələsgər İbrahimov və Həsənağa Turabov kimi sənətkarlar çəkilmişdir. Filmin çəkilişləri ilə bağlı maraqlı və çoxlarının bilmədiyi hadisələr də var. Hardasan hə? Sanır, qaqanı səndən min dəfə ağıllıymış. Anam, bacım, qız gəlin, əli ayağı düz gəlin. 7 oğul istərəm, bircə dənə qız gəlin. İndi başa düşdün hardaydı? Yaxşı, bəsdir. Əvvəlcə filmə rejissor kimi Kamil Rüstəmbəyev təsdiqlənmişdi. Lakin çəkilişlərin başlamasına çox az qalmış, səbəbi tam açıqlanmayan qərarla film onun əlindən alınaraq məşhur rejissor Tofiq Tağızadəyə həvalə edilir. Yeni rejissor filmdə bəzi dəyişikliklər etmək istəyir. O, Yaray bəy obrazını əvvəlcə oynayan Həsənağa Turabovdan alıb, başqa aktyora vermək niyyətində olur. Lakin o dövrdə kinostudiyanın direktoru olan görkəmli aktyor və rejissor Adil İskəndərov buna qəti şəkildə icazə vermir və aktyor heyəti dəyişdirilmir. Dəsi var, əsl teatr binasıdır. Ah, belə. Bəli də, bircə saqqal darağımız çatmırdı. Cəmaat yumurta boyuyub, səməni qoyub bayram eləyəcək. Biz də mühtürüflük. Dayan görün. Filmdə hadisələr Qazax və Ağstafa bölgələrində baş versə də, çəkilişlərin böyük hissəsi Bakının müxtəlif kəndlərində aparılmışdır. Səhnələr əsasən Qobustan, Buzovna, Mərdəkan və Fatmay kəndlərində lentə alınmışdır. İnqilab onu bura, sizin kəndə göndərdi. Sizə kömək üçün. Bəs siz nə elədiniz? Soruşuram. Peykanlı əhli onu qoruya bildimi? Namərd gülləsindən xilas edə bildimi? Yox. Filmdə gördüyümüz qəbristanlıq səhnəsi isə əslində real məkan deyil, xüsusi qurulmuş dekorasiya idi. Maraqlı tərəfi odur ki, o dövrdə kaskadyorlardan çox az istifadə olunurdu. Buna görə də at minmə səhnələrində aktyorlar özləri çəkilməli idilər. Çəkilişlər başlamazdan əvvəl onlara demək olar ki, 2 ay ərzində at sürmək üzrə xüsusi təlimlər keçirilmişdi. Filmdə həmçinin Novruz bayramı mövzusu da toxunulub. Səhnələrdə aktyorlar Novruzun adət-ənənələrini nümayiş etdirir. Tonqal qalayır, süfrə açır, bayram ovqatını yaşadırlar. Bu epizodlar filmin həm milli ruhunu, həm də gənclərin bayramı olan sevgisini vurğulayır. Axı, nə yaxşı ətri var. Sabah bayram axşamıdır. Deyirlər, il qoyun üstündə təhvil olub. Qoyun isə təhvil olanda nə olur ki? Ölüm itim olmayacaq. Hamı can deyib, can eşidəcək. Sən hardan bilirsən belə şeyləri? Sən sünnə adamsan, belə şeyləri bilməzsən, inanmırsan? İnanıram. Sən mən niyə varam? Yaxşı ki, uşaqlara kömək et. Filmin çəkilişi zamanı çox təhlükəli hadisələr də baş verib. Qobustanda Cəlalın ölüm səhnəsi çəkilərkən aktyor Ənvər Həsənovun əlləri və ayaqları bağlanaraq onu atın üstünə oturdurlar. Səhnəyə görə atın sakit hərəkət etməsi lazım idi. Lakin gözlənilmədən at bir kərtənkələ görərək qorxur və uçuruma doğru qaçmağa başlayır. Həmin an böyük faciə baş verə bilərdi. Xoşbəxtlikdən filmin işıqçılarından biri cəld davranaraq aktyoru ölümdən xilas edir. Bu hadisədən sonra rejissor ikinci dublə icazə vermir. Elə buna görə də filmdə Cəlalın atın belində ölü halda görünməsi səhnəsi istifadə olunur. Çal aşıq, çal. Cəlalın ölümündən sonra komsomolçuların çıraq başında şeir deməsi səhnəsi isə açıq məkanda deyil, kinostudiyanın pavilyonunda çəkilmişdir.
Filmin musiqilərini bəstələyən məşhur bəstəkar Xəyyam Mirzəzadə bir dəfə ABŞ-da olarkən küçələrdə filmin afişlarını görüb çox təəccüblənmişdi. Çünki film Sovet dövründə olsa da müxtəlif ölkələrdə də nümayiş etdirilmişdir. Çəkiliş meydançasında baş verən maraqlı hadisələrdən biri də gizir rolunu oynayan Hamlet Xanızadə ilə bağlıdır. Aktyor ilanlardan çox qorxurdu. Bu vəziyyətdən istifadə edən Mirpaşa obrazını canlandıran Elçin Məmmədov bir səhnədə onun ayağından tutaraq ilan kimi fısıldamağa başlayır. Hamlet isə qorxudan özünü itirir və hətta huşunu itirir. Filmdə başqa maraqlı hadisə də Calal və Kələntər səhnəsi ilə bağlıdır. Dərdin Ali. Dünən sən olmasaydın, başçınız məni öldürmüşdü. Ömrüm boyu qulunam sən. Nə danışırsan dayı? Biz adam öldürən deyilik. Səhnəyə görə aktyor İsmail Osmanlı Calala şillə vurmalı idi. Lakin Ənvər Həsənov böyük sənətkara əl qaldırmaq istəmirdi. Uzun təkidlərdən sonra səhnə çəkilir. Şillə o qədər güclü olur ki, İsmail Osmanlının dişi yerə düşür. Bu hadisədən sonra Ənvər Həsənovun etirazı ilə həmin səhnə filmə daxil edilmir. Çəkilişlər zamanı bir neçə aktyor da xəsarət almışdı. Həsən Məmmədovun ayağı sınmış, Əbdül Mahmudov isə atdan yıxılaraq qabırğasını sındırmışdı. Buna baxmayaraq, o filmdəki bəzi səhnələrə gipslə çəkilmək məcburiyyətində qalmışdı. Şahsuvar obrazını canlandıran Rafiq Əzimov isə illər sonra verdiyi müsahibədə maraqlı bir faktı xatırlayırdı. Onun sözlərinə görə film çox isti havada Qobustanda çəkilirdi və o dövrdə aktyorlara gündəlik 25 manat, atlara isə 50 manat ödənilirdi. Filmin ən yadda qalan səhnələrindən biri də Qəgəninin ölüm səhnəsidir. Həmin an səslənən məşhur sözlər "Qurban olum Qəzənfər dayı, ölmə, nə olar, ölmə." Azərbaycan kino tarixinin ən təsirli epizodlarından biri kimi yadda qalıb. Qurban olum Qəzənfər dayı, ölmə. Ölmə, nə olar, ölmə. Qaç. Qaç. Ağlama. Kişi ağlamaz. Təəssüf ki, illər keçdikcə bu möhtəşəm filmdə rol alan aktyorların böyük əksəriyyəti artıq dünyasını dəyişib. Onların sənəti isə Azərbaycan kino tarixində əbədi yaşayır. Sağ qalan sənətkarlarımıza isə Allahdan möhkəm can sağlığı arzulayırıq. Beləliklə dostlar, bugün Azərbaycan kinosunun əfsanəvi filmlərindən biri haqqında maraqlı faktları xatırladıq. Daha çox belə maraqlı və bilinməyən kino tarixləri ilə tanış olmaq istəyirsinizsə, bizi izləməyi unutmayın. Görüşənədək.